yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sanırdığım əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq, nə yaxşı ki belə bacanağım oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban bacanaqlarıq. Deyirəm ki, arvad uşağı yola salaq rayona. Bir həftədə iş yoxdur. Özümüz dolaq şaxta baba. Adama da bir dənə qar qızı götürək. Şaxta baba paltarını hardan tapacaq? Bir dayan mənə. Adama da bir dənə sini quruçqa götürək. Tərki dünya olaq ey. Nə deyirsən? Yaxşı fikirlər, bəli. Amma mən öz başına deyiləm. Bircə dəqiqə Vəfiyə zəng edeyim, xəbər verir. Yaxşı, lazım deyil. Yox, mən tanıyıram da Vəfan, heç nə deməz. Zaravat elirdim, tutar. Yazın yaz. Sənsiz bu ömrü neynirəm? Bir baxışın yetər mənə, boz olsan da əriyərəm. Bir hər kəlməni bütün dünyaları verərəm. Başımın tacısan, gözümün nuru, həyatımın amalı, sözümün... Talih! Sən mənim... Talih! Qardaş, sonra zəng vurarım. Nə qarsan ömrüm ki? Kiminlə danışır? Fikrət müəllimlə, yol polisidir, kosmos oxusur. Onunla bağlı məsləhətlər verdim, Allah yollar. Ay mama, öz qulağımla eşitdim. Talih deyəsən məni alladır. Ay qız, ola bilməz. Ola bilər. Talih həminki Talihdir. Rəhmətli atanız da yaman qısqancı idi. O vaxt mən rəqqası işləyirdim. Görürdüm ki, nəsə kişinin xoşuna gəlmir. Bir dəfə mənə dedi ki, heç utanmırsan, gedib kişi məclislərində onların qabağında oynayırsan. Bilirsən nə var? Bax, bir şey sənə də, sənin işinə də demək istəyirdi, amma çəkinirdi. Bir dəfə də məni yerə yıxıb, ağzımı, burnumu, sirt sifətimi cırım-cırmaq eləmək istəyirdi, amma qorxurdu. Sonra nə oldu mama qız? Axırda baxdım ki, bu narazıdır. İstəyir ki, bütün günü gözünün qabağında olun. Məcbur oldum, razılaşdım oyuna. Evin kişisidir də. Danışdıq, bir-birimizi başa düşdük. Necə? Onu da öz işlədiyim restoranda yanımda dəfçalan düzəltdirdim. Bütün günü gözünün qabağında oynayırdım. O dəf çalırdı, mən oynayırdım, o dəf çalırdı. Evin kişisidir də. Sözündən çıxa bilmərəm axı. Amrat, ayağı bunları niyə belə edirsən abama? Bilsən, eskiyə söz vermişəm, bunları əl vurmayacam. Ona görə boğuşdururam. Oğlum. Aşkı, davay. Mən özüm bunları başa salaram, hər şeyi yoluna qoyaram. Sakitləşin, hə? Mən bir dobra gəlməsi burada görürüm. Arxayın ayaq var. Mən siz üçün iş tapmışam. Keçin otağıma. Sen koyun bağlasana. Sen benim bildiğimi tanıma. Baş başa bir-birinizə qoyasam. Dayan tut hemen. Gəlin. Gəlin. Teyze oldu biraz. Əlimdən danışma da mən. Biraz sakit. İsmət, sən get işinlə məşğul ol. Oldu xasvar. Vaxtında mən Salih. baletə qoymasaydılar, çoxdan onu xışlamışdım. Vardı. İmkan vermədin. Mən bunda trirovka elib cumacıydım onun üstünə. Ağzını burnunu dağıdacaqdım. İmkan vermədin də.
Talih, məqaləni mənə ver görün. Hansı məqaləni? Yaza bilmədiyim məqaləni. Mənim o qədər yaza bilmədiyim məqalə var. Hansını deyirsən? Axırıncı yaza bilmədiyim məqaləni mənə ver. Aha. Nətər verirsən elə də cibimdə durur bir həftə. Bir yardıma sənsən. Sizə bir iş tapşırmaq istəyirəm. Bu halal nemət min bərəkət kalbasalarından yemisiniz. Ha. Necədir? Eyvah. Süper. Xoşunuza gəlir? Zor edayı. Ay sağ ol. Bax həmin o halal nemət min bərəkət kalbasalarını yeyəndə içəridə nə ki hisslər keçirirdinizsə, onları gətirirsiniz rüçqa ilə, köçürürsünüz vərəqə. Həmin hissləri də gətirib çatdırırsınız mənə. Problem mənlik ya. Bunu mən yaza bilirəm, doğru getdilər. Pul ver. Cem kalbasalını yiyeyim, yazım. Rahat. Niyə? Abeddə aldım yedin də. Kişi də arvada xəyanət eləyər. Beylin qırılsın arvada xəyanət eləyən yerdə. Ürəyim sıxılır. Qoy bir dənə Talihə zəng eləyim. Alo. Alo. Bəli, eşidirəm. Salam. Talih oradasa zəhmət olmasa telefonu verərdiniz də ona. Talih harasa çıxıbdı. Bəs danışan kimdir? Aytəkin dayka, gələndə deyərəm. Kim idi ki soruşan? Arvadıdır. Talih evlidir. Bəli, bir uşağımız da var. Deyirəm də Talihin həyatında kimsə var. Allah bilir qismət də oynandı. Xansvar müəllim səni çağırır. Görəsən xeyrini. Alo. Alo, Bəli, kimdir? Talih eşitdi eləmə, qismətə ver. Qismət Xansvar müəllim otağındadır. Bir Kamran canı. Kəmran canı, nədir ki? Şükür Allah. Qismət təmizdir. Talih də elə adam oxşamır. Amma nə bilim vallah, insandır da, çiğ süd əmib. Sənə dedim kökəlmə. Ətcəm olsun. Qismət. Eşitəm. Varsa mənə biraz xırda ver də qardaşımsan. Sən inan, sən inanma. Bizə dənə 20-liyim var. Ver heç olmasa bir Deyirəm bir dənə 20-liyim var. xırdalayım da ver, xırdalayım gəlim də. Lazım olsaydı özüm xırdalayardım. Kimdən ha? Ağzı gibi danışığına fikir ver. Sen tanıyırsan ben kimim? He? Hiç deliyemezsen ha buna bak ha. Onun danışığına bak ha. Buna da bak ha. Benim başımı xarab eləyir ha. Haydi bre. Ne oldu Talih? Talih ne oldu ha? Ne olur ha? İsmet. Həsrədə pul ver. Maaşı alsın. Tabii. Keçdi. Bircə dənə 20-liyim var. O da özün bilirsən ki lazımımdır. 20 atıyor su alsın ha. Ben burada. Şimdi gelir ben gelim sualım gelim. Hadi. Özüm alarım. Hem de hava değilsin. Buna bak ha market. İnsandır da indi. Çap olundu geç.
Ne oldu? Yazabilirsiniz bir şey. Bax. Demək, bax. Halal nemət min bərəkət kalbasalarını yedim və mənim çox xoşuma gəldi. Hər dəfə dayım mənə pul verəndə gedib o kalbasalardan alacam. Ay qadasın hanım, indi bu məqaləni biz qəzetdə nətər çap eləyək? Niyə ki, öz hisslərimdir də, nətər keçirmişəm hissi, elə də yazmışam. Həsrət, sənin hisslərin ölüb. Niyə? Məhəbbət, səndə nə var, nə yox? Gəç görək. İnsan bu hisslər barədə elə yazmalıdır ki, oxucu özü hiss eləsin ki, bu necə də gözəl, necə də tamlıdır. Oxuyaq. M. H. P. Məhəbbət, bu nədir yazırsan? Keçirdiyim hisslər də. Oxu görün bir Oxuyum da. İlim mata nə qədər su düşürmüş ha, köftə mətəmiz. Aha, bir alçaq sözünə görə də 20 manatda belə getdi. Məhəbbət belə var, dur görün. Adam işlədir hə, mana. Oy. Sən iş tapşırmışdın, dəqiq. Sən iş tapşırmışdın, eləmişsin? Dayı, deyirəm ki, hazırdır. Ayıb deyil, dayı. Nə deyirəm? Ayıb deyil. Elə birinci sən gələslər. Səni çağırır. İstəyirsən heç getmə. Mən öz hisslərimə güvənirəm. Get. Öpürəm sizi, məndən yazmağa öyrənin. Örgənə. Ay çərsiz ol, çərsiz bir udalayım dördüyüm. Ay bunu ne? Olur. Çıkar komşusanı. Ay 20 manat ver, 20 manat ver. 20 manat ver. Fala baxıram, ev yıxıram, xlor satıram, bıçağı tiləyirəm, dilimin altında lezve oynadıram, üstü fırladıram. Salama qızım, lazım olsa təkər də qaraldıram. Keç baxıcı xala, keç. Salam aleyküm. Ceyran bala, deyirəm ki, taleyinə, qismətinə vəfalı olan adam həmişə arzusuna çatar. Az bu bizim bütün nesli tanıyır ki. Keç. Ay uşaq, dur get dərsi oxu da, ağzı bir şey girib seriala baxırsan. Yeri tez elə. Buyurun, xoş gəlmisiniz. Buyurun, əyləşiniz. Buyurun. Bağışlayın xanım, sizin adınız nə oldu? Mənim adım Süreyya xanım. Süreyya xanım, falımıza baxarsınız. Niyə baxmıram ki? Yaxşı qutardım, ay qardaş. Şür. Ay mən dedim, düşdüm türmələrə, mən dedim, bu öldü, bu uşaq. Ağzının üstünə elə bircə dəfə qəzetlə vuran kimi bunun ürəyi getdi. Çarimsiz oğlum, çarimsiz. Vay, birdən yıxılıb elə, sən can, deyəmir. Yo, gedir. Kimdir? Nədir? Bu sağı bura kim qaba? Dədədən qaldın. Baxın bir dayı. Sən sakit. Açma, yatır bəlkə. Ay yox. Stanadı. Bu sağı bura kim qoy görəsən, ha? Kimin sağıdır? Nə gözəl. Sağı da qaparız. Gəlsin, görmədin? Dön. Bir dəqiqə. Sarığına bax görəm, pul yoxdur ki. Bir dəqiqə. Ay, taley. Bu qardeyiz adı, bir adam zat da görsənmir buralar. Yaman ağlayır. Qırağa dur. Ağlayırdan görə. Sən o putun çox da qismət, bunu biraz uzaqla. Belini saxla. Boş söyle. Uşağı dəli eləmə. Bu ağlayır, deyəsən acı. Həsrət,
Gəl pul, qaç uşağı yemək al. Yaxşı. Kes. Yaxşı, gəlin. Belini saxla. Yellət. Süreyya xanım, bir də mənim ərim üçün fala baxın da. Ver şəklini baxım. Şəkli yoxdur axı. Necə yəni yoxdur? Var hamısı plonkadadır, deyir, pulumu onda çıxartdıraram. Olmaz siz əlimə baxıb deyəsiniz, nə var, nə yox. Olar. Qızım. 30-35 yaşı var. Qara buğdaydır. Bu yaman mənə tanış gəlir. Bığları da var. Var. Ay bacı, bunun adı Talih değil mi? Hə, Talihdir. Onun mənə 40 manat borcu var. Ona deyin ki, təcili mənim gətir pulumu qaytarsın. Həzanama, yavaş. Baş üstənədir. Mən davam edəcəm. Gəl, qismət. Tut. Sən praktikant çox uşaq bölürsən. Stala. Bir gətirin. Aldım dayı. Bu nədir? Dönər də. Uşaq dönər yeyir. İndi bax get, onun başına soska keçir, özün də ye. Bəs dedin get bir şey al, mən də aldım dayı. Nəysə, mən gedim, mən işlərimi görüm. Uşağı yatsızdır, başım işdir. Lay dedim yatasan, şirin yoxu tapasan. Lay balam lay. İsmət, imkan ver iş görüm, onsuz da çoxlu işim var. Lay balam lay. Deyirsən, sənin ərin gəzir, hə? Neyinirsən? Ərin yadıma düşdü. Borcu vardı, 2 günü getirəcəkdim. Bu əvvəl evli olub ki. Necə evli olub? Hə, sonra evi satıb, olub evsiz. Asaya da o vaxt yığışıb gəlmədiniz, mənim yanımda kiraya qalmadınız. Hə. Arada bir qız da var. Hə, nə ki qazancı var, nəyi var, nəyi yox, hamısını ona aparır. Ay xanım dedim sizin gətirib kriptin pulunu ödəyəcəm də. İmkan verin də, ay qurban olun. Özü sarışın Bilmirsiniz kimdir o qız? Hə. Ay. İndi deyərəm. Bir dəqiqə. Ver əlinizi. Demək belə. Adı Nəzakət. Familiyası Məhmədova. Atasının adı Tofiq. Bakı şəhəri, Yasamal rayonu, belə işıq tut. Doğum tarixi 1982 fevral 5. Ailə vəziyyəti evli, gözünün rəngi mavi və demək qan qrupu RH üstəgəl 2, müsbət 2 və bu da onun 3-ün 4-ə şəkli və şəxsiyyət vəsiqəsi hazır. Belə. Arzu bax. Mən ərinin əlində uşaqla görürəm. Bəli. Ay, sənin bayızın. Lay dedim yatasan, qismətəmsi bir şirinlik versin, körpə balam alay. Uşaq sütürmə, uşaq şirinlik verir.
Talih yox deyək qurbandan bu uşaq. Yox, uşaq qutarır, uşağın ürəyini qırma. Ay lay, lay lay, lay lay, lay lay. Uşağın beyni düşdü. Tutsan bir dənə uşaq tutma, şirini düzəldim. Ay lay, la otur, otur. Lay lay, nərə atılmam. Gözün limanına, bir dəqiqə yemək alıb gəldim. Xansar müəllim, uşaq yaman ağlayır. Sizdə süd olmaz. Başa düşmədim. Quru süd deyirəm də, arada kofezad içmirsiniz, deyirəm quru süd olmaz. Gəl götür. Anan qılsın, ölsün anan. Xansar müəllim, deyirəm bəlkə qəzeti 5 səhv eləyək. Başa düşmədim. Heç də, söz. Vay, deyirəm, başa düşmədim. Eləm, deyirəm bəlkə qəzeti 5 səhv eləyək, 5-ci səhvəyə də uşaqlar haqqında məqalə yazafıraq. Başa düşmədim. Deyirəm ki, qəzeti bəlkə 5 səhv eləyək, 5-ci səhvəyə də uşaqlar haqqında məqalə yazafıraq. Deyirəm, başa düşmədim. Sən kim olmusan ki, mənim qəzetim dağalıq eləyəsən? Talih. Bu qədər sən. Ay bacı, hər bir mənim də falıma bax. Baxım da. Ay. Belə də. Siz çox zəhmətkeş, əməksevər, güclü və qüvvətli qadınsınız. Hardan bildiniz? Ay qız hardan biləcəm? Ərimin mazolu mənim əllərimi diddi. Əşə özümü demirəm, mənim qismətimə bax. Ərim qismətə bax gör gəzir ya yox. Ee, 40 yaşı var. Belə, burnu da belə, iri. Hə, biraz yekədir. Hə. Bizdə bığı da var, kişidir. Gəzir. Ay qız, bu kimdən gəzəcək, bunun özünü gəzdirən lazımdır. Hə, qop təsən bura. Hə ömrüm. Qismət, hardasan? Ofistəyəm. O nə uşaq səsidir? Bilsən nətərdir qadın, həyatım, bilsən ömrüm. Mən sən başı sala bilmirəm. Talih. Başı sal, baş. Hə Vəfa, hə işləyək adam. Xansar müəllimdir, yenə ağlayır. Uşaq kimi? Ay, sən Xansar müəllimi tanımırsan, kövrək adamdır da. Yenə şaxlıq tutur. Oldu. Talih, nə dedin? Heç nə, uşaq səni. Talih, boş gəlməksən. Başa düşmədim. Bu nə uşaq səsiydi? Mən bilmirəm, ay bacı. Mən dediyimi dedim. İstəyirsiniz ayrılarsınız, istəyirsiniz boşanarsınız. Ailə sizindir. Necə istəyirsiniz elə də dağıdın. Mən getdim. Amma ərinizə deyirsiniz ki, mənim 40 manatımı mütləq gətirib qaytarsın. Sağ ol. Həsrət, biraz da uşağa sən bax, biz çıxıb gedirik. Xansar müəllim, biz getdik. Ya Allah. Hazırlaş, gedirik. Bıcılı. Ay dayı. Ha. Pes onda ben bu uşağı neyini? Ay, mən nə bilim neyinə. Apar ver polisə, uşaq evinə ver. Apar kiminsə qapısının ağzına qoy. Get də, Çık. Sen kapını asla. Buna bak, bıcılı. Qismət!
Aycan. Şu qabağa. Ne olur verir? Talih, Hacı. sən məndən nəsə gizlədirsən? Neyse da, neyse da. Nəysə yox, kişi kimi boynumu al. Axmağam boynum alam. Neyse, boş ver. Bax Talih, deyirəm, boynumu almasan, uşağı da götürüb gedəcəm dədəmin xarabasına. Hara, qəbirstanlığa. Bilirəm, gəzirsən. Hə, uşağın da var. Hadi kız, yaxşı, qan çıxmayan yerdən qaşıb qan çıxartma yalanla. Boynumu al da. Yaxşı da saç daşdadan al. Bir çay ver, çay ver. Şeytan Nə çay? Get çayı o versin sənə, çay. Başımı xarab elirsən, Hasan. Ananı görüb nə qız istiyorsan. Vapşı ben bu evden gelirim. O 5 fişmi yığım. Hani benim tırnak tutanı? Hani benim tırnak tutanı? Cibində. Ha, bu da benim 5 fişmi. Çok gözləyərsən sen beni. Arzu, ay qızım. Taleyin nəyi də olsa heç vaxt gəzməz. O belə kişi deyil. Mən bilirəm, gəzir. Uşağı da var elə. Uşağı da var elə. Ağlını başına yığ. Heç vaxt belə şey ola bilməz. Eşidirsən, bütün ailədə söz-söhbət olur da. Həsrətinlə başı xarab deyil. Uşağı gətir düz bizim qapının ağzına qoy. Buyur, ay Talih. Nə qəşəng uşaqdır. Kimin uşağıdır? Az kimin uşağı nədir? Ərin əl uşaqlı girib içəri. Qalq, ayağı üzünə cır, qalx. Nə oturmuşsan, dur. Bu kimin uşağıdır? Tanımıram. Necə yəni tanımıram? Bəs indiyə kimi bu uşaq haradaydı? Ofisdə. Ofisdə? Deməli falçı düz deyirmiş, hə? Deməli sənin məndən xəbərsiz arvadın uşağın var? Yenə başımı xarab eləmə Arzu. Deyir başımı xarab eləmə. Nə vaxta qədər tutacam mən? Əsəblərimlə oynayırsan, sən məni. Yavaş qopdun məni. Arzu, mama qurban, hirslənmə. Verərsən məhkəməyə boşanarsan. Minnətiniz olsun, vallahi. Sən, gözümüz uçur da səndən. Ölür elə. Talih bəsdirin də Arzu. Tutarım. Görmürsən, uşaqla gəl. Can. Acından ölmüşəm. Yemeği vermişsiniz buna. Hansı var süt verib. Kuru süt. Sənin başımı xarab elirsən. Kim kimin başını xarab? Sən bizim başımızı. Çığır bey sən mən. Ay Talih bəsdirin. Taşlamayın beni bu evdə. Taşlamayın da. Başımı götürüb gedəcəm bu evdə. Vaxtında boşansaydın da bu günləri görməzdin. Mən kəs səsini sən də mənim işimə qarışma. Özləməmişsin. Danışıqam fikir ver, deyiləm. Niyə qışqırırsan? Başa düşmədim, sən qapını ilə açdın. Hə, məndə belə məstur var. Bu boy qapını belə qırıt zad eləyib, girəm içəridə. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Hər bir kişi kimi ver əlini. Bax belə. Salam aleyküm. Qardaş, nə səs küydü belə? Nə ha şırdı salmısınız? Ne olur yani tüm komşular sizden şikayet ediyor. Ne olur? Ay qardaş, pisim yola. Ailə söhbətidir. Ne söhbət? Qardaş, mən indi sizin ailənizi yad deyiləm. Ailə daxilidir. Özümüz bilərik. Daxil söhbətdə qarışma, qardaş. Ayrı söhbət. Hani? Qardaş, yaşayamın mənim o borcum ne oldu 100 man? Ha, evin tikəsini verəcəm, bana indi 100 maaş verir, yoxdur. Vay evin. Ay qardaş, polis dörsən. Ala bu uşağın bir yesin tap da. Uşağın yesin. Abi Toğrul'du. Oğlumdu lan Toğrul. Sana deyim sana hırkası. Başa düşmədim, bu uşaq burada nə yazır var? Səhər ofisimizin qalağına keçirdim. Gördüm bir dənə cinayətkar, civəcələmi edir. Tez qaçdım cinayətkarın dalınca onu tutmağa. Arkaya qaydanda, mən uşağı tapdım, nə cinayətkarı tuta bildim. Gördün? Oğul. Çələdi çələ. Müştuluğumu ver, müştuluğumu ver. 100'den 100 müştuluğumu ver. Hadi. 100 manat boş gördüm sağ. Televizyonun 50 manatını tutursan muştuluğa, 50 manatını 3-4 günə satdırırsan. Hadi da. Sana getdir. Gördün? Gördün şüphelerdim beni. Gördün Ceylan. Ay qardaş, ver uşağı. Bəli. Tutmuşsunuz. Heç ara baxmayın
siz hep çara baxmayın. Mən gələnə kimi sağlayayım. Gəlin onun başını kəsəcəm. Nə olub? Ay bacı, heç ne, biz həyat evində qalırıq axı. Səhər toyuq xindən dur, çıx, qaç. Tüm gün uşaqlar toyuq atarıq. İndi tutluqlar mənə xəbər edər. Qadan alın, mən gedirəm başımıza dönüb. Ay qardaş, uşaq qaldı. Şaq, yaddan çıxır. Yox, iyi gəlir. Toyuq mənə deyirim, görüb gəlmir. Ömrüm. Talih. Ay Talih. Axı mən səhər eşitdim sən kiminləsə telefonla danışırdın. Şeir deyirdin kiməsə. Eşitdim axı. Bax, o elə sürpriz idi də. Otur. Bugün Talih Bey ile Arzu Hanım'ın toylarından 10 ilkidir. Bu münasibetle onlar için güzel bir manzara. Sənsiz bu ömrü neynirəm? Bir baxışın yetər mənə, boz olsam da əriyərəm. Bir hər kəlməni bütün dünyaları verərəm. Başımın tacısan, gözümün nuru, həyatımın amalı, sözümün... Sizi rəqsə dəvət etmək olar? Olar. Hə? Talih, Hə. mən uşağı burada qoymamışam. Yox. Hayır, ulan bu uşağı harada qoydum ha? Mən onu üstə qoydum, harada qoydum, görməmsən sən də. Yox. Qadan ama 50 manatı silərəm o ştolukda da bir yerdə, o uşağı görməmsən. Ay, görməmişim də qardaş, görməmişim. Sən nə işin çəkdin? Mən bunu harada qoydum, ay qardaş. Talih, məni bağışla. Mən səni qısqandım. Eyb yox, sən məni qısqanırsansa, deməli sən məni sevirsən. Mən səndən başqa heç bir qadın tanımıram. Özüm açarım. Sağ ol. Caniko var. Canik kimdir? Talih. Kim? Talih. Talih! Başa düşmədim. Deyirəm ki, qəzeti bəlkə 5 sərv eləyək. Sənəttin kökəlmə. Əcəm oldu sənə. Bozu dövürü. Yox, heç Kamran da. Kamran kim idi? Mən bilirəm, sənin uşağın da var. Bəlkə gəzirəm mən? Hə, sən gəzirsən. Hə, mən gəzirəm, davçıqam kimdir ha? Sənin bilirəm. Annen zadı eşitir, yaxşı, ayıbdır, yalandan üzümü durur. Onun boynu var. Mən gəzirəm, mənim uşağım var, dimcal deyil. Gəzmirsən? Benim boynu var. Yemeği vermişsiniz buna. Xası var süd verib. Quru süd. Quru süd verdi, quru südü, quru iftər xansı var. Yaxşıdır. Bu da onun 3-ün 4-ə şəkli və şəxsiyyət vəsiqəsi. Gülürsən. Şəklinə. Şəkili də çəkdi yana. Firəngizlə beri. Tüm başına sizden şikayet edeyim. Evin tükürüldü kurtardı da kardeş, getir. Ay qardaş, polis dövsən. Niyə açırsan xalqın qapısını? Qoy mən açım da. Talih! Bu hayatta qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamız hanı doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki
ki belə bacanağım oldu mənim bir işimizdə bir-birinə dayağı bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban bacı.